Dostlar, bildiğiniz kimi hal-hazırda Barselonanın əsas problem yaşadığı mövqe mərkəz uzunçusudur, düzdür. Lewandowski var, Ferran Torres var, amma bizə daha təcrübəli və uzun müddətli layihəli bir oyuncu lazımdır. Hal-hazırda bazarda iki oyuncunun adı ön plandadır. Julian Alvarez və Dušan Vlahović. Bildiyiniz kimi Alvarez Atletico Madriddə çıxış edir və mətbuatın dediklərinə görə, yəni yazdığı xəbərə görə Julian Alvarez heç də Atletico Madriddə xoşbəxt deyil və mövsümün sonunda komandadan ayrılmaq istəyir. Barselonanın da əsas hədəfi məhz Julian Alvarezdir. Sadəcə olaraq bu transferin mümkün olma ehtimalı az olduğu üçün Barselona alternativ olaraq Dušan Vlahović üstündə hərəkətə keçə bilər. Bunu təbii ki, yay transfer pəncərəsində görəcəyik. Hələ qarşıdan 15 Mart prezident seçkiləri gəlir. Prezident dəyişsə, başqa namizədlər də ortaya çıxa bilər. Hazırki vəziyyətə görə Dušan Vlahović və Julian Alvarez arasında seçim olacaq. Təbii ki, biz də bu mərkəz uzunçu mövqeyini ən çox Julian Alvarez istəyirik. Bunu yaşayıb görəcəyik. Bir də Edda Eyong var idi, hansı ki Levante'də çıxış edən futbolçu. Son məlumata görə Barcelona bu transferdən əl çəkib, çünki 30 milyon avroluq sərbəst qalma məbləğini ödəmək istəmir. Amma Premier Liga klubları, bir neçə Premier Liga klubu var ki, bu məbləği ödəməyə hazırdır. Ona görə də Edda Eyong artıq komandanın transfer edə biləcəyi oyuncular siyahısında yer almır. Yenə də dediyim kimi gözləyək görək, inşallah komanda üçün ən yaxşısı nədirsə o olar. Forza varsa.